Sahibkar Şamxal Salmanzadə açıqlama verdi. Xəbər verdiyimiz kimi, bölgə TV Dramana qəsəbəsi Şuşa şəhərciyi adlanan ərazidə fəaliyyət göstərən Durus adlı istehsal sexində baş verən neqativ hallarla bağlı material yayımlamışdıq. Material dərc olunandan sonra sahibkar Şamxal Salmanzadə fəaliyyəti ilə bağlı bölgə TV-yə açıqlama verib. Həmin açıqlamanı təqdim edirik. Rəna Rövşənqızı, BTV. Mən Salmanzadə Şamxal Nərimanoğlu, Kəlbəcər rayon sakinim. Fərdi sahibkar olaraq Yeni Suraxanı, Yeni Ramanı, Mərkəzi 87 küçəsində su emalı müəssisəsi mənə məxsusdur və müəssisəmin bütün aidiyyatı üzrə dövlət orqanlarından, yəni sənədləri rəsmidir. Yəni kassa aparatı, vöyün, işçilərin əmək müqavilələri, bütün aidiyyatı üzrə orqanlardan sənədlər hamısı hər biri qaydasındadır.